Qarabağ tamlarından olan Qarabağ kətəsi hazırladıq bugün. Qarabağ kətəsi bizim ənənəvi şirniyyatımızdır. Asan ərzaqlarla tam fərqli dad. Bir stəkan yarım südü qaba əlavə edib, üzərinə quru maya əlavə edirəm. Qarışdırıb 15 dəqiqə aktivləşməsini gözləyirəm. Sıra ilə şəkər tozu, sarı kök, xama, əridilmiş kərə yağı, həmçinin vanil əlavə edirəm. Üzərinə də 2 yumurta əlavə edib qarışdırıram. Ərzaqların miqdarını aşağıda tam dəqiq qeyd edəcəm. Bugün milli şirniyyatımızı Qarabağımızda, Xocavənd rayonunun Hadrut qəsəbəsində hazırlayırıq. Bunu bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin, qazi və veteranlarımıza can sağlığı versin. Hadrut qozu, un, yağ, şəkər tozu əlavə edib qarışdırdım. Siz qoz əlavə etməyə də bilərsiniz. Şirniyyatın yanında Hadrutun dağlarından yığılmış kəkliyotulu çayın dadı bir başqa idi. Çayımızı dəmləyib şirniyyatımızı hazırlamağa davam edirik. Bu arada bunu da qeyd edim ki, yaxın zamanda Qarabağ tamı səhifəmizdə bu məhsulları əldə edə biləcəksiniz. Hazırladığımız məhsulların dadını sizə tam çatdırmaq üçün içinə əlavə edəcəyimiz ərzaqlar tam təbii Qarabağa aid olacaq. Həmçinin bu təamları ocaqda hazırlamağa üstünlük verəcəyik. Bu zaman siz Qarabağın tam milli dadını hiss edəcəksiniz. Sizə də satışda olacaq məhsullar maraqlıdırsa, aşağıda qeyd edəcəyim səhifəni izləməyi unutmayın.